Sizi əmin edirəm ki, əgər bu piroqu bişirsəz, mütləq hər kəs sizdən bunun reseptini soruşacaq və ən az 20-25 nəfərlik bir qonaqlığı bu piroqla siz yola verə bilərsiniz. Çox ləzzətli, çox dadlı və hazırlanması da çox asan. Nə edirik? Bir qaba 5 stəkan un, 250 qram əridilmiş yağ, biraz da vanil, 2 stəkan yarım şəkər tozu əlavə edib və yaxşıca umac eləyirik. Umacımız hazır olduqdan sonra bir stəkan həmən umacdan götürürük. Bu bizə sonra lazım olacaq. Daha sonra bir başqa qabda 4 ədəd yumurta və 1 stəkan qatıq. Həmən qatığa da yarım çay qaşığı soda əlavə edib və qarışdırırıq. Soda tamamilə köpdükdən sonra qatığı yumurtaya əlavə edib və yaxşıca qarışdırırıq. Bunlar da yaxşı qarışdıqdan sonra bu məhlulu həmən umaca əlavə edirik və birlikdə qarışdırırıq. Məndə bunu bişirmək üçün soba listinin ən böyük qabı var idi. Əvvəlcə listə tökəndə tərəddüd elədim ki, görəsən çox nazik alınmayacaq. Amma bişəndə gördüm ki, xeyr, heç də nazik alınmayıb. Çox da ləzzətli, çox da bərəkətlidir. Bunları da qarışdırdıqda üzərinə bir qabartma tozu əlavə edirik və xəmirimizi belə qəşəngcə qarışdırırıq. Daha sonra yağlanmış soba listinə əlavə edirik. Sonra götürdüyümüz o 1 stəkan umaca 2 xörək qaşığı kakao əlavə edirik. Siz 1 xörək qaşığı da əlavə edə bilərsiniz. Sadəcə resept elə idi deyə mən elə əlavə elədim. Bunları da qarışdırırıq və xəmirimizin üzərinə qəşəng əlavə edirik. Alt-üst rejimdə əvvəlcədən qızdırılmış sobaya 180 dərəcədə pişənə qədər bişiririk. İnanın, çox ləzzətli, çox dadlı. Pişirəndə və uşaqlar soruşurdular ki, onun üstündəki nədir elə. Əminəm ki, siz də bəyənəcəksiniz. Belə reseptlərin və ev vloglarının gəlməsini istəyirsinizsə, səhifəmə abunə olub və bəyənin. Hələlik.